salamlayıram. İnanıram ki gününüz xoş keçir. Biraz yolu da tez. Çünki sonuncu dərsimizdir, amma istədim ki, məhz bu dərsimizdə biz sizinlə əxlaqi söhbət olaraq, hansı ki, hər bir övladın borcu olan ana-ataya hörmət, sevgi və qayğı haqqında bugün sizlərə danışacağıq. Mən sizə bir auditoriya belə bir sual vermək istəyirəm. Sizcə, övlad borcu nə nəzərə tutulur, əzizlər? Övlad borcu nə deməkdir? Kimdən belə qalsın, zəhmət olmasa? Övlad borcu bizi nə başa düşürək? Aha, bəli, başqa? Zəhmət olmasa biraz səsli düşünür. Əl qaldır, mərvə qaldır. Hörmət. Aha, sonra? Vəzifə. Hansı vəzifələrdir çox? Valiyinə borcunu dərs etməkdir. Aha, başqa? Ömər? Onun etkilərini sinə qarşılaşır, yəni yaxşılıqlar. Hansı etkiləri? Var mali, var? Aha, başqa? Məsələn, mən istəyərəm Murat, sən cavablandırarsan. Cavablandır görək. Ki, övlad borcu nə deməkdir? Biz övlad borcu nə başa düşürük? Necə? Övladın borçları hansılardır? Bir ana-ata qarşısında illərlə sizə əziyyətdən böyüdən o iki şəxs arasında, hətta İslami baxışdan baxsaq, hər iki insan bizə borcu yoxdur ki, biz dünyaya gətirsinlər və yaxud da ki, necədir, bizi böyütsünlər. Yəqin eşitmişsiniz, bəzən elə valideynlər olur ki, uşağı dünyaya gətirib və onu öz balası deyilmiş kimi küçəyə atır. Eşitmişsiniz yəqin ki, bəli, elə valideynlər də var. Amma bizim məhz valideynlərimiz və hər birimizin ata və anası illərlə əziyyət çəkir. Ki, biz böyüyək, savadlı, cəmiyyətimizə yaralı bir şəxsiyyət kimi formalaşaq. Sizcə, nəyə görə bizim valideynlərimiz bizim üçün bu qədər əziyyət çəkir? Məqsəd nədir? Yaxşı olmağın üçün. Gələcəyiniz üçün. Başqa? Vətənə layiq olmalı. Əla. Bəs yaxşı olar. Biz bilirik ki, 7-24 bizim yanımız olan şəxs kimdir? Anamız. Atamız bizim təbii ki, atır əziyyət çəkir. Biz heç bir zaman atamızın əziyyətini, yəni qiymətləndirməsi onun ayıb olar. Çünki ata səhərdən axşama kimi nə üçün gedir? Özü üçün getmir ki. Hansı ki, balalarının qarnına bir lokma çörək gətirsin və versin, balası şükür etsin Rəbbinə. Amma anamız səhərdən axşama qədər bizim yanımızda olub, tüm dərdlərimizi, sərlərimizi, əziyyətimizi, hansı ki, hal-hazır hamı nə deyir? Ay Allah, bizə bu dərsi bu tasirdir. Gələrdim evə yeməyini yərdim. Hansı ki, o yeməyi bişirən şəxs kimdir? Anamız. Qazanan şəxs kimdir ki, o bişirir? Ata. Deməli, ata və ananın əziyyəti qarşılıqlı vəhdət təşkil edir. Və bizim ona borclarımız nədir? Təbii ki, bura maddi deyə bilərsiniz ki, bizim valideynimizin borcumuz maddidir. Təbii maddi də ola bilər. Amma maddidən daha çox bizim atamıza borcumuz nədir uşaqlar? Onların sevgisinə, qayğısına, bizi illərlə böyüdüb tərbiyəsinə qarşı nədir? Hörmətlə yanaşmaq. Hansı ki, ana səni çağırır, solun, gəl yemək ki, verilirsə, əşi sonra yeyərəm də, nə istəyirsən məndən? Bilirəm, bəziləriniz belədir. Hansı ki, ana sizi çağırır falan, gəl yeməyi və yaxud da ki, belə deyim də, qızlarımız var, anası deyir ki, ay qızım, nə olar, gəl bir şeyin ucuna əlini tut, kömək elə mənə, qız nə deyir? Əşi, yorulmuşam, ay mama, olmaz belə. Və yaxud da oğlanlarımız deyir, atası çöldə iş görür, ayağına, nə bilim də, bir köməyə lazım, ayağı ilişki yeri yıxıldı, oğlanların telefon. Heç atasının xəbəri yoxdur yıxılmağına, atası çağırır belə elə, əşi, ata yaxşı da, uşaqlar. Bir vaxtlar olacaq ki, siz də evdə... Ananın qapısına gedərlər, düzdür. Ana dadına çatır insanı. Hamı üst sevirəndə ana üst sevir. İndi isə filmə baxaq diqqətinə. Hamı baxsın, görürsünüz yəqin ki.